Paytaxtın 3 rayonunda söküntü işləri aparılacaq. Bunlar Binəqədi, Yasamal və Nəsimi rayonlarının müəyyən küçələrini əhatə edəcək. Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruç bildirib. Onun sözlərinə görə söküntü işləri mərhələli qaydada aparılacaq və köhnə binaların hamısı bir anda sökülməyəcək. Start. Söküntü işləri yalnız qəzalı və yararsız binalarla məhdudlaşacaq. Bu proses nəticəsində sökülən yerlərdə yenidən inşa olunacaq yeni tikililər qiymət baxımından yüksək olacaq və şəhərin inkişafına əlavə töhfə verəcək. 3 rayon üzrə söküntü aparılacaq ərazilər bunlardır. Yasamal rayonunda Sovetski ərazisinin qalan hissəsi, Dağlıq küçəsi, Təzəpir məscidi ətrafı, Nabat Aşurbəyova və Rıza Quliyev küçələri, İnşaatçılar prospektinin ətrafı, Nizami küçəsinin daxili məhəllələri. Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsi, Ceyhun Hacıbəyli və ətraf küçələr, Topçubaşov, Səməd Vurğun, Mirzə İbrahimov və Fəqani küçələrinin bəzi hissələri, Mirəli Qaşqay küçəsi. Binəqədi rayonunda isə 2-ci Mədən küçəsi, Əcəmi Naxçıvani, Şövkət Məmmədova, Səttar Bəhluzadə, Ağasadıq Qəraybəyli və İsrafil Haşimov küçələri, 8-ci mikrorayon və Biləcəri qəsəbəsinin bəzi binaları. Statın sonu.